Komandamızın bugünkü oyundan öncə görə oyunun şərhçisi nə düşünür? Buyur Süleyman, sözü ötürürük sənə. Salam Bakı, salam əziz biz sport tamaşaçıları. Riqadayıq və bugün bildiyiniz kimi burada artıq oyun günüdür. Azərbaycan milli komandasının Latviya yığmasına qarşı yoldaşlıq oyunu keçiriləcək. Bugün oyun günü biz səhər saatlarında günəşli hava müşahidə edirik. Çox gözəl əslində hava var əvvəlki günlərlə müqayisədə. Düzdür, burada olduğumuz müddət ərzində bunun hər hansı bir zəmanət olduğunu söyləyə bilmərik. Çox dəyişkəndir hava Riqada. İyun ayında və bir saatın içində gəh günəş çıxır, gəh yağış yağır. Amma çox güman ki, bugün ən azından oyun saatına qədər hər hansı bir yağıntı olmayacaq. Səma çox açıqdır. Ümumiyyətlə proqnozlarda bunu deyir. Dünən bildiyiniz kimi artıq oyun öncəsi son məşqlərini keçirdi komandalar və eyni zamanda baş məşqçilər jurnalistlərin suallarını cavablandırdılar mətbuat konferanslarında və Latviya baş məşqçisi İtaliyalı Paolo Nicolato medianın önünə çıxdı. Jurnalistlərin sayı çox deyildi mətbuat konferansında. Ümumən buna görə və digər amillərə görə Latviyada bu oyuna marağın böyük olduğunu söyləyə bilmərik. Və bəlkə də deyə bilərik ki, futbol Latviyada ümumiyyətlə ən populyar idman növü deyil. Futbol azarkeşlərinin sayı çox deyil. Hətta 2 gün öncə Millətlər Liqasının Fransa-İspaniya oyunu dəqiqələrində şəhərdə idik. Şəhərin mərkəzində idik və restoranlarda, publarda, digər obyektlərdə bu oyunun çox az yerdə yayımlandığını gördük. Buna görə söyləyə bilərik ki, futbol bəlkə də burada digər idman növlərinə məhz populyarlıqda uduzur. Jurnalistlərə və mətbuat konferansına gəlincə isə cəmi 3 jurnalist iştirak edirdi Latviya yığmasının mətbuat konferansında, amma buna baxmayaraq onların kifayət qədər sualları var idi və mətbuat konferansı məncə ənənəvi haldan fərqli olaraq çox uzun çəkdi. Təxminən 50 dəqiqə davam etdi. Həm növbəti oyunlar haqqında suallar verirdi Paolo Nicolato'ya, həm də ki, bu toplanışa çağırılan heyətlə bağlı suallar verildi. Və daha sonra bildiyiniz kimi Fernando Santos bizim jurnalistlərin önünə çıxdı, sualları cavablandırdı. Yəqin ki, artıq eşitmişsiniz Fernando Santos'un fikirlərini. Oyun öncəsi məşqdə isə Fernando Santos aktiv şəkildə iştirak etmirdi, tribunadan izləyirdi məşqi. Təəssüf ki, məşqin açıq hissəsində iki tərəfli oyunu görə bilmədik. Adətən də belə olur və bu səbəbdən hər hansı bir təxmin söyləmək, heyətlə bağlı hər hansı bir təxmin söyləmək çox çətindir. Yalnız onu deyə bilərik ki, heyətlə bağlı hər hansı bir problemi yoxdur. Yalnız Bədavi Hüseynov bildiyiniz kimi zədə səbəbindən komandanın heyətindən çıxarılıb və Latviyaya bu səfərə milli komandamızla gəlməyib. Bu dəqiqəyə çatdıracağım bu qədər. Artıq 17:00-da Bakı vaxtı ilə 17:00-da oyunun yayımında eşidilərik. Təşəkkür edirik